Zəngəzur TV izləyiciləri günün ən son xəbərini diqqətinizə çatdıracağam. Tezliklə Rusiya və Ukrayna arasında iri miqyaslı əsir mübadiləsi həyata keçiriləcək. Bu barədə məlumatı ABŞ prezidenti Donald Trump sosial şəbəkədə qeyd edib. Rusiya və Ukrayna artıq əsir mübadiləsi barədə razılaşıb. Danışıqlarla əlaqədar hər iki tərəfi təbrik edirəm. Bu, daha böyük bir şeyə səbəb ola bilərmi? O qeyd edib. Əsir mübadiləsinin həyata keçirilməsinə razılıq Ukrayna Müdafiə naziri Rüstəm Umerovun İstanbulda Rusiya ilə olan danışıqlarından sonra qərar verildiyi qeyd olunur. İlham Əliyev Türk Dövlətlər Təşkilatının Daxili İşlər nazirlərini qəbul edib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətlər Təşkilatının Daxili İşlər nazirlərinin ikinci görüşün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətində Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyətinin Daxili İşlər nazirləri, Macarıstan Daxili İşlər Nazirliyinin müavini və Türk Dövlətlər Təşkilatının baş katibi daxildir. Görüşdə prezident İlham Əliyev qeyd edib. Türkiyə Dövlətlər Təşkilatının Daxili İşlər Nazirliyinin ikinci görüşü Azərbaycanda keçirilib. Bu sevindirici haldır. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdi. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin. Bakıda 3 məktəb direktoru işdən çıxarılıb. Bu barədə Bakı şəhər üzrə təhsil idarəsindən məlumat yayılıb. Bildirilib ki, paytaxtda ümumi təhsil müəssisələrində məktəb idarə etmə, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam intizam qaydalarının əməl olunması istiqamətləri üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhər 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva və 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Hörmətli Zəngəzur TV izləyiciləri, bu gün olan xəbərlər bu qədər. Sağ olun, salamat qalın.